Qaytağı rəqsi Azərbaycanın ən tanınmış və enerjili rəqslərindən biridir. Tarixi qaynaqlarda bu rəqsin 32 fərqli növü olduğu göstərilsə də, günümüzə yalnız 4 növü gəlib çatıb. Rəqsin adı Şirvan bölgəsində yaşamış, Oğuz boylarından olan Qaytaq xalqının adından götürülüb. Qaytağı döyüşçü rəqsi kimi tanınır və rəqsdəki duruşlar, hərəkətlər və baxışlar dağ qartalından ilham alınıbdır. Əvvəllər bu rəqs yalnız kişilər tərəfindən ifa olunsa da, daha sonralar yaranan orta templi yeni variantlarında qadınlar da kişilərlə birgə iştirak ediblər. Melodik baxımdan qaytağı olduqca aydın, ritmik, yeyin və dinamik quruluşa malikdir. Musiqi ölçüsü 6-8-likdir. Rəqs zamanı iti çiyin dönüşləri, sürətli fırlanmalar və çevik ayaq vurma hərəkətləri əsas rol oynayır. Bu elementlər rəqsə yarış duyğusu qatır və ifaçının çevikliyini, döyüş ruhunu, yorulmazlığını və gücünü göstərir. Qaytağı tək, cüt və ya qrup halında oynana bilər. Rəqsə ən çox nağara, zurna və qarmon kimi sazlar müşahidə edir ki, bu da onun ritmik enerjisini daha da artırır. Azərbaycanın tanınmış bəstəkarları Səid Rüstəmov və Tofiq Quliyev də qaytağı üslubunda yeni rəqslər bəstələmişlər. Tofiq Quliyevin bəstələdiyi Qaytağı məşhur Əhməd Hardadır filmində əsas musiqi kimi səslənərək bu rəqsin daha artıq tanınmasına yol veribdir.